Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına əsasən yanvarın 10-dan Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysləri də fəaliyyətə başlayıb. 2007-ci ilin noyabr ayından fəaliyyətə başlayan Naxçıvan-Bakı-Naxçıvan marşrutu blokada şəraitində yaşayan Naxçıvan əhalisinin paytaxt Bakı şəhərinə gediş-gəlişində mühüm rol oynayır. Ötən müddət ərzində bu marşrutun fəaliyyəti nəzarətdə saxlanılıb, müxtəlif illərdə beynəlxalq standartlara cavab verən müasir iri tutumlu avtobuslar alınaraq sərnişinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq Muxtar Respublika sakinlərinin paytaxt Bakı ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədi ilə Naxçıvan-Bakı-Naxçıvan marşrutu gündüz reysləri ilə yanaşı axşam reysləri də fəaliyyətə başlayıb. Avtobuslar hər gün axşam saat 19:30-da Naxçıvandan yola düşür və səhər saat 9:00-da Bakıya çatır. Bakıdan isə 21:00-da yola düşür və növbəti gün səhər saat 10:00-da Naxçıvana çatır. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Qeyd etmək istəyirəm ki, 5 yaşına qədər uşaqların gediş haqqı pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50% ödənilir. Biletləri Muxtar Respublikanın bütün avtovazlarların kassalarından əldə etmək olar. Naxçıvan-Bakı-Naxçıvan marşrutunda sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd edək ki, gələcəkdə sərnişinlərin sayı artdıqca reyslərin sayının artması da nəzərdə tutulub. Əgər indiyədək Bakı şəhərinə səhər tezdən bir neçə reys gedirdisə, yanvarın 10-dan səhər reysləri qalmaq şərti ilə axşam saatlarında da reyslər fəaliyyət göstərəcək. Sərnişinlər Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysinin fəaliyyət göstərməsindən razılıqlarını bildirdilər. Naxçıvan otovağzalındayım şu anda. Bakıya gitmeye hazırlaşıyoruz. Bakı Naxçıvan sərnişinlərinin gece yolunun açılması hepimize sərf eylədi. Gündüz səhər ineceğiz Bakıya, işlerimizi göreceğiz. Ona göre de gece istersek tekrardan Naxçıvan'a dönebileceğiz. Gündüz seferi o kadar sərfəli değildi bize. Bütün günümüz günde geçiyordu. Ama şimdi gece olan da gece gidiyoruz, gündüz inip işimizi görüyoruz, istersek de gece geri dönüyoruz. Otobüsler rahattır. İçində hizmətlər yaxşıdır. Bakıya gedirəm, o səhər reyslərindən gedirdik həmişə. Gecə saat 9-da, 10-da çatır, o qədər əl vermirdi. İndi bu lap daha əlverişli reysdir ki, axşam minib səhər orada rahat bütün işlərini görüb, məsələn, axşam qayıda bilərsən. Çox əlverişli reys. Yanvarın 11-dən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal kompleksindən Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək. Əbülfəz Dünyamaliyev, xanım Rüstəmzadə, Samir Mehdiyev, xəbərlər.